Hamınıza salamlar dostlar. Mən Hüseyin. Bu illər sizlərlə birlikdə Çempionlar Liqasının son 16 turunda baş verəcək oyun olan Galatasaray Liverpool oyununu PSP PS26'da maçını simülyasiya edəcəyik. İnşallah belə videoların davamı üçün kanalıma abunə olub videoya da like atmayı unutmayın. Uzun müddət idi ki video paylaşmırdım. Əslində paylaşmaq istəyirdim, lakin telefonda biraz problemlər yaşanırdı. Yəni əslində mən Qarabağ Newcastle oyununu da, Galatasaray Juventus oyununu da hamısının maç simülyasiyasını videosunu çəkmişdim. Lakin telefonda problem olduğu üçün onu paylaşa bilmədim. Bildiyiniz kimi Qarabağ Newcastle playoff mərhələsində məğlub oldu. Ümumi hesabı 9-3 idi. Galatasaray isə Liverpool'u playoff mərhələsində Liverpool yox, Galatasaray Juventus oynamışdı. İndi yalma düşdü. Liverpool'da idi çaşdım. Galatasaray isə Juventus'u 7-5 hesabı ilə keçməyi bacardı. Mən bu oyuna özüm də canlı baxırdım. Bu günləri isə puş atma mərasimi baş verdi. Galatasaray ya Tottenham'ı ya da Liverpool'u çəkəcəkdi. Ivan Rakitic turu çəkdi və Galatasaray kuradan Liverpool'u çəkdi. Biz isə bu günləri dediyim kimi PSP PS26'da Galatasaray Liverpool maçını simülyasiya edəcəyik. Bu oyun 10 Mart tarixində 10 Mart 2026 tarixində başlayacaq. O zaman sözü çox uzatmayayım. Keçəyim maça. Biraz səs verim cihaza. Buradan biz birbaşa ilə maça keçək. Ya da bir dəqiqə biz komandaları düzəldəcəyik ona görə. Qoyanlar da qırmızı giysin. Aşırı zoru salacam rəqibimiz Liverpool bəlkə çox çətin olacaq burada oynamaq. Ona görə en iyi oyuncu ilə oynayacağam. En iyi oyuncu da çox zor, çətindir. Stadion Anfield olsun. Qoy elə Anfield'ə gedək. İlk oyun qoy elə Anfield'də olsun. Dəyişiklik olsun. 5 dəyişikliyimiz olsun. Uzatmalar və penaltılar bağlı. Belə. Uşaqlar dediyim kimi, əgər belə videoların davamını gəlmək istəyirsinizsə like atmağı unutmayın. Və komandamızın dizilişinə, formasiyasına baxaq. Bu dizilişdə oynamayaq məncə. Yoxsa necə? Leroy Sané oynasın orada. Sané yox, ya da mən Nolan'ı oynayacağım. Icardi isə keç görüm bura. Leroy Sané oynamasa da olar birinci hissəni. Çünki Galatasaray 2 oyunda da belə etdi. 2 oyunda Nolan oynatdı Barış Alper'lə və Barış Alper həqiqətən çox möhtəşəm performans verdi. Nolan 2 tərəfdə oynaya bilir, Barış sağ tərəfdə oynaya bilir. Ona görə Nolan'ı solda oynadaq. Həqiqətən Barış 2 oyunda da rəqibi acımasızcasına sürdü dalıca. İlk oyunda 2 dənə qırmızı vərəqə verdi rəqibə. İkinci oyunda da bir dənə qırmızı vərəqə verdi rəqibə. Bir dənə qırmızı vərəqə göstərməyi bacardı. Göstərtməyi bacardı. Mario Lemina, İlkay Gündoğan yerinə Lucas Torreira, Yunus Akgün yerinə Gabriel Sara'nı istəyirəm mən oynatmaq. Çünki Gabriel Sara Juventus'un oyunda çox möhtəşəm oynadı. Ona görə mən onu oynatmaq istəyirəm. Gabriel Sara'nı. Burada. Uşaqlar biraz səsim tutulmuş ola bilər. Buna görə hamınızdan üzr istəyirəm. Singo burada. Jakobs da burada oynayacaq və o zaman maçımıza doğru keçək. İnşallah istədiyimiz hesabı eləməyə bacararıq. İnşallah Liverpool'u həqiqətdə da Galatasaray Liverpool'u keçər. Rəqibimiz çox güclüdür, Liverpool'dur və Victor Osimhen'in vuruşu ilə oyun başladı. Uğurlar arzulayırıq Galatasaray'a. Gabriel Sara. Pası Wilfred Singo. Qarşısında Məhəmməd Salah var idi Wilfred Singo. Gabriel Sara. Barış Alper Yılmaz. Burada paslaşmalar var. İndi Gabriel Sara rəqibi keçməyə bacardı. Gabriel Sara'nın pası Mario Lemina. İkinci dəqiqə keçirin maçda. Mario Lemina'nın pası. Nolan.
Karşısında Frimpong'u keçdi. Nolang. Nolang. Bir dakika biraz telefon donur. Nolang'ın pası İsmail Jakobs birbaşa içəridə doğru ötürmə. Barış Alper vurdu. Laşı top bayırda. Barış Alper Yılmaz burada fərqlənmək istədi, lakin olmadı. Alisson Becker uzun ötürmə. Alexander Isak. Newcastle'dan gəlib o. İndi Robertson'dadır top. Robertson ötürmə Məhəmməd Salah. Firavunlu neydi? Yalan. Misirli Kral. İndi top burada outa doğru getdi. Məhəmməd Salah. Top Məhəmməd Salahdadır. Məhəmməd Salah içəri daxil olmağa çalışır. Məhəmməd Salahın pası. Burada Alexander Isak vurdu, lakin olmadı. Yaxşı probladı Məhəmməd Salahla Alexander Isak. İndi top Uğurcan Çakırdadır. Uğurcanın pası. Davinson Sanchez. Pas Wilfred Singo. Singo keçə bilmədi Məhəmməd Salahı. Salah gəlir. Salah gəldi. Salahın içərisi. Zərbə Cody Gakpo'dan. Lakin çərçivə istiqamətində düşmür bu top. Uğurcan Çakır. Yaxına Davinson Sanchez oynuyor. Davinson pası. Abdülkerim yok, İsmail Jakobs. İndi Abdülkerim bardakçıdadır top. Abdülkerim'in pası Lucas Torreira'da. Lucas Torreira atom karınca deyirlər ona. İsmail Jakobs'a karşı burada qayda pozuntusu Can Canslan. İsmail Jakobs. Pası keçmədi burada Nolang'a. İndi top Alexander Isak'dadır. Alexander Isak. Bəli, uşaqlar bir dənə burada problem oldu. Və top indi Alexander Isak'da. Bir dəqiqə. Biraz telefon donur. Qoy biraz o düzəlsin. Alexander Isak'ın pası. Jeremy Frimpong. Burada yaxşı zərbə çəkdi, lakin olmadı. Uğurcan Çakır oradaydı. Üçüncü zərbəni Alexander Isak yerinə getirir. Alexander Isak içəri yetirdi, lakin Uğurcan. Tez oynamaq lazımdır. Uğurcanın pası Gabriel Sara. Gabriel Sara sağda olan Barış'ı gördü. Barış Alper Yılmaz çəkməyə çalışdı topu, lakin olmadı. Victor Osimhen'e ötürmə lazımdır. Ötürmə verməliyik Victor Osimhen'e. Onun sayəsində keçmişdi Juventus'u Galatasaray. Frimpong'da içeri pas olmadı. Lucas Torreira ötürməsini verdi İsmail Jakobs'a doğru, lakin bu ötürmə dəqiq değildi. Top indi Cody Gakpo'dadır. Cody Gakpo'nun içərisi. Frimpong değerləndirə bilmədi bu topu. Uğurcan Çakır. Abdülkerim bardakçı. Davinson Sanchez. Wilfred Singo. Çok güzel keçdi rəqibini. İndi pası Victor Osimhen. Osimhen cərimə meydançasının içərisində. Osimhen bayrağı. Burada Wilfred Singo çok güzel keçmişdi. Osimhen ötürməsi. Osimhen değerlendirə bilmədi. Burada biraz daha alçaqdan vursaydı gol idi Victor Osimhen. Burada indi Lucas Torreira topu götürməyə bacara bilmədi. Gabriel Sara'dadır top. Gabriel Sara pası Barış. Barış sağ tərəfdən irəliləməyə çalışır. Sobozlay icazə vermir ona. Robertson, Alexander Isak, Abdülkerim birbaşa vurmağa çalışdı, olmadı. Top Barış Alper'e gəldi, çatdı. Barış Alper keçə bilmədi İbrahim Konateni. Victor Osimhen burada sıxır rəqibini. Victor Osimhen az qalmışdı ki topu götürə. İndi pressing nəticəsində Gabriel Sara top aldı. Nolang. Napoli'dən gələn ulduz. Keçə bilmədi Can Cansu. Robertson. Yeniden Robertson'da top. Alexander Isak.
Geriyə Dominik Szoboszlai. Sol tərəfə Məhəmməd Salah. Wilfred Singo var onun qarşısında. Topu götürdü Singo. Singo. Bu gün möhtəşəm hərəkətlər görürük ondan. İndi Mario Lemina 2 nəfəri arxasıca qoydu. Lemina pas sol tərəfə doğru. Nolang bunu kontrol eləməyə bacardı. Nolangdan möhtəşəm hərəkət. Nolang çərlədi. Haydi Osimhen vura bilmədi. Osimhen bunu dəyərləndirə bilmədi. Gabriel Sara pressingi çox yaxşı eləyirik burada. Sara'dan top out'a getdi. Məhəmməd Salah, Singo. Çox gözəl girmişlər əslində Singo. Top Məhəmməd Salahdadır. Məhəmməd Salah içərlədi. Abdülkerim Bardakçı. Çox gözəl uzaqlaşdırdı topu. İndi Mauro Lemina kontrataka çıxa bilər Galatasaray. Gabriel Sara ilə. Gabriel Sara Nolang'ın qaçmağını gözləyir. Gabriel Sara keçmədi bu top. İndi Frimpong'la gəlir Liverpool. Frimpong Uğurcan. Uğurcan Çakır. Ötürməsi Wilfred Singo. Singo gözəl keçdi rəqiblərini. İndi Barış lakin İbrahim Konate'ni keçə bilmədi. Out bizdədir. Wilfred Singo. Mauro Lemina oyunun yönünü sol tərəfə çevirdi Nolang'a ötürməsi ilə. Nolang gözəl aldatdı rəqibini. İndi top İsmail Jakobs'da. Hugo Ekitike İsmail Jakobs'u yerə yıxıldı. Hakim isə ayağa qalx deyir. Mauro Lemina burada gözəl aldı rəqibindən topu. Gabriel Sara'ya icazə vermədilər Liverpool oyuncular. Top Cody Gakpo'da. İsmail Jakobs burada qaydanı əslində pozmuşdu. Biraz telefon dondu yine. Top John Jones'da. Osimhen sıx rəqibini. Və yəqin ki artıq ilk hissə bitəcək. Hücum kontrataka gəlir Liverpool. Cody Gakpo ilə Mauro Lemina icazə verməməyə çalışır rəqibinə. Cody Gakpo görək nə edəcək Mauro Lemina. Çox gözəl oldu rəqibindən topu. Və korner, ikinciden zərbə. Burada Uğurcan topu götürə bilmədi. Necə götürə bilmədi? Heç, yəni özüm belə başa düşə bilmədim. Alexander Isak. Frimpong bayrağı vurdu və ilk hissə bitdi. İlk hissə 0-0 ilə bərabərliklə nəticələnir. İnşallah ki ikinci hissədə daha yaxşı oynayarıq. İkinci hissədə istədiyimiz qolu və qolları vura bilərik. O zaman sözü çox uzatmayayım. İkinci hissəyə keçək. İkinci hissənin başlanğıc vuruşu başladı. İkinci hissə. Uğurlar arzulayırıq Galatasaray'a. Robertson. Ötürmə Məhəmməd Salah. Wilfred Singo icazə vermir ona. Məhəmməd Salah gəlir. Məhəmməd Salahdan gözəl hərəkətlər. Lakin Singo var. Singo sıxır onu. Məhəmməd Salah zərbəsini endirdi. Lakin topu bayrağa vurdu Salah. Uğurcan Çakır. Pası Abdülkerim Bardakçı. Sol tərəfə doğru İsmail Jakobs. Ondan bir pas Nolang. Nolang icazə vermir ona John Jones. Nolang topu kontrol elədi. Hugo Ekitike. İsmail Jakobs. Nolang. Nolang. İndi burada Nolang sol tərəfdə aktivli Nolang. Nolang.
Robertson top aldı. Nolan birbaşa zərbə çəkdi burada. Niyə birbaşa zərbə çəkdi bilmirəm. Mən X-ə bastım. Nolan zərbə çəkdi. Alisson. Castorella o hava topunda topu götürə bilməz ki. Cody Gakpo gözəl keçdi İsmail Jakobs'u. Cody Gakpo'nun pası, zərbə, dirək və oradan qaydan top. Cody Gakpo özü tamamladı bu topu. Burada baxın qarşılıq oldu əslində. Zərbə, Lucas Torreira dirək Uğurcan uzaqlaşdırdı. Qaydan topu Cody Gakpo birbaşa vurdu. 1-0. Heç olmaz, zərər olmaz. Ruhdan düşməmək lazımdır. Gabriel Sara. Nolan. Pası Gabriel Sara. Haydi Sara. Sara bir şey de bilmedi burada. Nolan sıktı indi Gabriel Sara. Ötürmə Osimhen'e doğru keçmir bu pas. Aslında çok güzel fikirləşdi Gabriel Sara. Lakin olmadı. İndi Robertson'la gəlir Liverpool. Uzaqlaşdırmaya bacarır Singo burada topu. Məhəmməd Salah doğru möhtəşəm ötürmə. Məhəmməd Salah içərilədi. Cody Gakpo yaxşı ki çərçivəyə düşmədi onun zərbəsi. Uğurcan Çakır. Davidson, Uğurcan. Abdülkerim. Burada çox paslaşma olmaz. İsmail Jakobs. Pası Nolan. Görən eləyəcək Nolan. Ay. Nolan'a icazə vermədilər nəsə etməyinə. Wilfred Singo, Məhəmməd Salah qarşısında top almağa çalışdı, lakin olmadı. Castorella topu kontrol eləməmiş itirdi. Lakin pressing nəticəsində topu götürdü. İndi Nolan təkdə pas olmadı. Lucas Torreira indi verdi. Nolan pası Osimhen'e yine keçmir. Dominik Szoboszlai yine de icazə vermir. Ay. Məhəmməd Salah gəlir. Uğurcan çıx qapıdan. Olmadı, artıq dəyişiklik etməli. 70-ci dəqiqəyə daxil oluruq. Bizə dəyişiklik lazımdır. Mən yəqin ki Nolan'ı çıxardacağam. Nolan yerinə Leroy Sané. Barış keç sola Leroy Sané. Bir dəqiqə Leroy Sané oynayabilir mi? Sol. Bəli, Leroy Sané ile sol tarafta oynayabilir. Leroy Sané'li ne oldu? Leroy Sané'li solda oynadaq. Sonra Gabriel Sara yerinə də mən Yunus Akgün'ü salacağım yəqin ki. Bəli, Yunus Akgün'ü salmağı istəyirəm. Və 70-ci dəqiqədə 2-0 geridəyik. İnşallah ki dəyişikliklərimiz bizə müsbət təsir eləyər. Yunus Akgün ötürmə Leroy Sané sol tərəfdə keçdi rəqibini. Leroy Sané cərbəyə dasasa daxil oldu. Leroy Sané John Jones icazə vermədi orada ona. İsmail Jakobs endirdi topu, lakin düz istiqamətə endirə bilmədi. Cody Gakpo ilerleyir. Karşısında Abdülkerim bardakçı var onun. Abdülkerim çok güzel götürdü topu. Leroy Sané. Allah keçdi rəqibini. İndi Leroy Sané. Möhtəşəm depar atır Leroy Sané. Sol ayağıyla möhtəşəm vurdu bu golu. Oy. Leroy Sané 30 yaşlı futbolcu. Leroy Sané buradaki rəqibini ipə dizdi. Pas vermək istədim, lakin etişim yox idi. Və möhtəşəm zərbə.
Çok güzel gol. Alisson Becker çata bilmedi bu topa. Leroy Sané, mən bunu kayd edirəm. Çox gözəl gol idi bu. Və 2-1. 2-1. Haydi uşaqlar, 71-ci dəqiqədə dönə bilərik mi buradan? Robertson. Pası Məhəmməd Salaha doğru. Məhəmməd Salah Wilfred Singonu geçdi. İndi burada icazə verməmək lazımdır onlara. Yunus Akgündədir top. Yunusdan səhv. Lakin Abdülkerim Bardakçıdan da burada səhv gəlir. Ay. Cody Gakpo dubladır. Yunus Akgün'ün səhv idi bu, tərtəmiz. İndi Leroy Sané'ye karşı burada çabukluq var. Yunus Akgün. Pasını verdi Lucas Torreira. Torreira'nın pası. Geçmir burada. Lucas Torreira, ona pası verirsən. Məhəmməd Salah 1-1 keçir oyuncularımızı, lakin Wilfred Singo var orada. Wilfred Singo'yu keçmək onun üçün deyil. Məhəmməd Salah gəlir. Yox, bu Məhəmməd Salah deyil. Bu Dominik Szoboszlai idi. Szoboszlai içərilədi. Uzaqlaşdırdıq. Oy, Uğurcan. Frimpong çərçivəyə qalxdı burada. Çərçivə zərbəsi. Lakin Uğurcan Çakır akrobatik hərəkətin seyvini etməyi bacarır. Uğurcan Çakır. Cody Gakpo'dan top. Cody Gakpo içərilədi. Davinson Sanchez uzaqlaşdırmaya lazımdır burada və top out'a gedir. Out bizimdir top. Uğurcan Çakır. Haydi uşaqlar, 80-ci dəqiqə dönmək olar. Davinson. Pas Wilfred Singo. Ondan pas Barış Alper. Çox gözəl oldu. Rəqibini burada pas keçmir lakin. Yunus, biraz aktiv ol. Oy, Leroy Sané. Victor Osimhen belə pressing etməyə başladı artıq. Çox yaxşı sıxmaq lazımdır onları. Topu uzaqlaşdırdıq. İndi Barış Alper'e doğru çatmadı bu top. Çatmadı. Dominik Szoboszlai. Yəni Dominik Szoboszlai çox gözəl vurdu bu zərbəni. 4-1. Heyf. Leroy Sané. Sané. Olmalı. Bir şey diyeceğim burada. Yunus'u atacağım sağ tarafa. Barış'ı çıxardacağım. Onun yerine İlkay Gündoğan'ı salacağım. Belki bu biraz bize xeyir eləyər. İndi gəlirlər. Lucas Torreira əhsən. Barış Alper Yılmaz sıx rəqibi. İsmail Jakobs icazə vermir. Cody Gakpo'ya artıq 90-cı dəqiqəyə daxil oluruq. Cody Gakpo son anda Uğurcan. Abi defans hardasınız. 5-1. Leroy Sané burada biraz sustum. Leroy Sané kaç ora. Leroy Sané haydi kaç. En azından ikinci golu vurak. Yok, olmayacak bu. Olmayacak. Yani həqiqətən Liverpool çok güclü klubdur yani ve bize burada en güclü şeyde koşmuşuq, modalardan birinde koşmuşuq. Yani burada yani həqiqətən Liverpool udmaq çox çətin idi bizim üçün. Bəli, həqiqətən 1-0 Liverpool'u udub Galatasaray. Lakin burada bu oyunda
PES-də bunu etmək çox çətin idi. Leroy Sané möhtəşəm qol vurdu. Möhtəşəm qol vurdu. Sözün əsl mənasında möhtəşəm qol vurdu. Lakin olmadı. 5-1. Yəni PSP PES-ə görə əgər bu maç oynananda PSP PES-ə görə maçın simuliyasiyası 5-1 Liverpoolun xeyrinədir. Ki bu oyunda 2 dəfə simulyasiya eləmişəm. İkisində də birində düz təxmin edeyim Galatasaray oyununu. Manchester City ilə 2-0 təxmin olunmuşdu oyunda. 2-0 uduzmuşdu. Və bir də Liverpool Qarabağ oyunuydu. Onda da Liverpoolu 5-0 udacağını göstərirdi ki, həqiqətdə 6-0 Liverpool utdu. Bir fərqlə az qaldıq. Yəni inşallah ki bu hesab həqiqətdə gerçək olmaz. İnşallah ki Galatasaray həqiqətdə Liverpoolu məğlub etməyi bacarar və turu keçməyi bacarar. Hal-hazırda Türk klublarından 2 klub Avropada Türk klublarını təmsil edir. Biri Samsunspordur, digəri də Galatasaraydır. Söz uzatmağın çox da yeri yoxdur. 2 həftə idi ki video paylaşmırdım uşaqlar. İnşallah ki bundan sonra tez-tez video paylaşacağım. Sağ olun, salamat qalın. Əgər revanş maçının simulyasiyasının gəlməyini istəyirsinizsə, şərhlərdə bildirməyi unutmayın. Bütün video fikirlərinizi şərhlərdə yazın. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.